Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah. Allah həmd edirik, Allah şükür edirik ki, Allah subhanahu wa ta'ala bizə ibadətləri asanlaşdırır, müvəffəq edir bizim üçün. Elhamdülillah kardeşler, Allah bizi Ramazana yetiştirdi. Ramazandan sonra Qurban bayramına yetiştirdi. Həc mövsümünə yetiştirdi. Elhamdülillah. Kimlər həc elədilər, Allah Teala onlardan qəbul etsin. Kimlər eləməyib, istəyirlər eləsinlər, Allah onlara da nəsib etsin. Elhamdülillah qurbanlar kəsildi. Ondan sonra da Allah Teala bizi yetiştirdi. Peyğəmbər sallallahu aleyhi ve sellem dediği kimi Şəhrullah el-Muharram, Muharram ayına. Və bunda da bu ayda da xeyir var. Necə biz müvəffəq olduq bu xeyrə? Allah'a həmd edirik buna görə. Nədir bu ayda xeyir? Oruc. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Abu Hüreyrədən gələn rivayətdə, hansı ki hədisi İmam Müslim rivayət eləyib, buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Afdalus siyam ba'da Ramazan Şahrullahil Muharram. Ramazandan sonra ən əfsəl oruc Allahın Muharram ayındadır. Elhamdülillah bu ay oruc var. Peyğəmbər sallallahu aleyhi ve sellem bu ay oruç tutardı. Və bu ayda xüsusi bir oruc var, o da bu ayın 10-cu günü orucudur. Necə ki biz elhamdülillah bunu tutduq. Aşura orucu. Aşura günü nə etmək lazım idisə, qardaşlar? Din nəyi göstərib? Din hansı əməli göstəribsə Aşurada biz onu elədik. Elhamdülillah. O da nədir? Oruc. Amma Aşura günü, ümumiyyətlə Məhərrəm ayında zülm eləmək, günahlar eləmək, asiliklər eləmək, zalımlıq eləmək, özüvə, ailəvə, cəsədvə, bunlar haramdır. Bunlar haramdır. Allah Teala buyurur ki, وَمَا ظَلَمْنَاهُمْ وَلَكِنْ أَنْفُسَهُمْ يَظْلِمُونَ. Biz onlara zülm eləməmişik, lakin onlar özlərinə zülm eləyiblər. Peyğəmbər sallallahu aleyhi ve sellem Allah'tan rivayət elədiyi hədisdə, yəni qudsi hədisdə Allah Teala deyir ki, ya ibadi ey qullarım, inni harramtu zulmə alə nəfsi və cəaltuhu beynəkum muharramə fələ təzaləmu. Ey qullarım, mən zülm etməyi öz nəfsimə haram eləmişəm. Allah Teala zülm eləməz. Və mə ənə izalləmin lil-abid. Başqa ayda Allah Teala deyir ki, mən qullarıma qarşı zülmkar deyiləm, zülm eləyən deyiləm. Bu hədisdə də deyir ki, Allah Teala mən zülmü öz nəfsimə haram eləmişəm. Sizin də aranızda zülm eləməyi haram elədim. Bir-birinizə zülm eləməyin. Elhamdülillah bu ayda salih əməlləri artırmaq daha yaxşı olar. Oruc, Quran oxumaq, sədəqə vermək, zikr eləmək, bu kimi əməllərlə Allaha yaxınlaşmaq daha yaxşı olardı. Xüsusən də oruc ibadəti ilə. Peyğəmbər sallallahu aleyhi ve sellem görürsünüz nə deyir? Deyir ki, Ramazandan sonra ən əfsəl oruc Allahın Muharram ayında tutulan orucu. Elhamdülillah biz müvəffəq olduq, 10-cu günü tutduq, Aşura günü. Bu da Aşurada nə lazım etsə odur. Bundan artıq etsə yoxdur. Bundan artıq hamısı bidətdir, hamısı xurafatdır. Və bu da hardan gəlib Aşura günü oruç tutmaq? Çünki bəzən görürsən bizə bunu ayıb kimi tuturlar ki, siz ümumiyyətlə Mühərram ayının hörmətini saxlamırsınız, Mühərram ayına hörmət eləmirsiniz, Mühərram ayında toy eləmək olar deyirsiniz və s. Ümumiyyətlə baxmaq lazımdır ki, dindən kənara çıxmaq olmaz, heç bir şeydə. Dindən kənara çıxmaq olmaz. Nə xeyir əməllərdə, yəni nə belə el arasında olan dillə desək, nə xeyirdə, nə şərdə, yəni nə ziyanda, belə deyək. Heç bir şeydə dindən kənara çıxmaq olmaz. Qaytarmaq lazımdır hara? Allahın kitabına, Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsinə. Allah Teala necə təyin eləyib bizim üçün? Peyğəmbər sallallahu aleyhi ve sellem necə təyin eləyib? O cür yanaşmaq lazım.
bu ayda matəm saxlamaq lazım. Bu kim təyin edib? Heç kim təyin edəməyib. Nə Allah kitabında deyib, nə Peyğəmbər sallallahu aleyhi ve sellem öz dövründə ölən sahabələri üçün, öz əmisi Həmzə üçün və s. böyük sahabələr var idi. Hamısı da Allahın razı qaldığı kişilər idi. Onlar üçün Peyğəmbər sallallahu aleyhi ve sellem matəm saxlamayıb. Sonra onlar da Muhammed sallallahu aleyhi ve sellemdən sonra götürək məsələn Həsənlə Hüseyin. Allah onların hər ikisindən razı olsun. Biz onları sevirik. Onların qədir qiymətini bilirik. Onların yaşadığı tək Allahlığı yaşayırıq elhamdülillah. Onların yolu buydu. Mesela onların atası Əli. Allah ondan razı olsun, möminlərin əmri. O da zülümlə öldürülür. O da zülümlə öldürülür. Məsələn biz deyirik ki, düzdür, ağzımızı buna öyrəşdirmirik. Amma elhamdülillah bu etiqaddayıq. Öməri, Əlini, Hüseyni kim öldürübsə Allahın, mələklərin və bütün insanların lənəti onların üzərinə olsun. Bu bizim etiqadımızdır. Bu bizim onlara olan sevgimizdən, onlara olan hörmətimizdən irəli gəlir. Amma matəm yoxdur axı. Məsələn, Həsənlə Hüseyin atası Əli üçün öldürülmüşdü sübh namazında, zülümlə öldürülmüşdü, əziyyətlə öldürülmüşdü. Amma onlar ondan sonra matəm eləmədilər. Yoxdur, bir dənə əsərdə, rivayətlərdə, tarixdə belə bir şey yoxdur ki, onlar üçün, ataları üçün matəm saxlasınlar. Niyə eləməyiblər? Çünki babaları Muhammed sallallahu aleyhi ve sellem dini gətirən, dini bizə çatdıran, dini bizə öyrədən, dini bizə ötürən onların babasıydı. Yəni bugün sən İmam Hüseyndən yaxşı biləcəksən İslamı? Yox. Sən Həsəndən yaxşı biləcəksən İslamı? Yox. Onlara baxırsan, görürsən ki, onlar belə şey eləməyiblər. Əgər onlar belə şey eləməyiblərsə, onlar üçün belə şey eləmək olar? Olmaz. Hər bir ayı Peyğəmbər, Allah və Peyğəmbər necə təyin edib, elə qeyd edib. Ramazan ayı məsələn, oruçdur, elhamdülillah. Gəlir Zilhiccə həcc olunur. İlk 10 günün qədri qiyməti bilinir. Məhərrəm ayı oruc dilib, oruçdur. Amma başı gözü yarmaq, zəncir vurmaq, uşaqlara əziyyət vermək, yerlərdə sürünmək. Məsələn, İmam Hüseynin Bakkuşa ehtiyacı var. İmam Hüseyin adından natural nisokla Bakkuşu insanlara paylamaqla İmam Hüseyinə savab göndərməyimi deyirsənsə, İmam Hüseynin buna ehtiyacı yoxdur. İmam Hüseyin cənnəti qazanıb. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Əl-Həsən vəl-Hüseyin seyyidə şəbəbi əhlil cənnə. Həsənlə Hüseyin cənnətin gənclərinin nəyidir? Ağaları. Adam sağlığında cənnəti qazanıb. Ölümü bəli ağır olub, zülüm olub ona. Tarixi böyük bir hadisədir. Muhammed sallallahu aleyhi ve sellemin əhl-i beytinə qarşı böyük bir zülümdür. Amma adamlar salih olurlar. Adamların sənin, mənim, onların adından bakkuş paylamağa, natural nisok paylamağa, onların qəbirlərinə sürünərək getməyə ehtiyac yoxdur. Vallahi, onların ehtiyacı yoxdur. Sən özün üçün salih əməllər eləməlisən. Özün üçün salih əməllər elə və onunla Allaha yaxınlaş. Fikirləşirlər ki, məsələn, yollarda dayanıb insanlara su paylamaq, bakkuş vermək, şirniyyat paylamaq İmam Hüseyin ehsanıdır. Yəni, bu nə deməkdir? İmam Hüseyin ehsanı nə deməkdir ümumiyyətlə? Məsələn, bir adamın adından ehsan edirsən, məqsəd orada nədir? Savab yetsin. Əhsən, Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabəsi gəlir deyir ki, ya Rasulallah, ata-anam dünyasını dəyişir. Onlar dünyasını dəyişəndən sonra hansısa bir salih əməl var, mən onu eləyim onların adından. Onlara savab getsin. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Deyir ki, get onların adından su payla. Yəni nə üçün? Sən o suyu paylayırsan, savabı onlara gedin. Yəni İmam Hüseynin adından su paylamaq, İmam Hüseyin ehsanı demək. Yəni ona savab göndərsən, ehtiyacı yoxdur. Vallahi, zərrə qədər ehtiyacı yoxdur İmam Hüseynin, İmam Həsənin və s. Hamısının, Əhl-i Beytdən kimi deyirsən denə. Onların ehtiyacı yoxdur.
özün üçün. Suyu payla öz adından, ata-anavın adından. Həddindən artıq lazım deyil. Məsələn, fikir verin, bax, Aşura günü. Aşura günü. Niyə görə oruç tuturuq, qardaşlar? Səbəb nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm, İmam Buxarda keçir rivayət, İbn Abbasdan gəlir Mədinəyə. Mədinəyə gələndə bir müddətdən sonra görür ki, onlar əhli kitab, Yahudilər oruç tuturlar. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mə həzə? Niyə belə edirsiniz? Nədir bu? Bu nə ibadətdir? Onlar deyirlər ki, yevmun salih. Bu xeyirli bir gündür. Aşura günü xeyirli bir gündür. Nəccəllahu Bəni İsrail min Fir'avn. Allah Teala Bəni İsraili, Musanı, yəni Bəni İsraili Firavunun zülmündən xilas edeyim. Və biz bu günü qeyd edirik. Çünki Musa aleyhissalam o vaxt ki Allah onu xilas elədi, Bəni İsraili xilas elədi Firavundan, özü oruç tutdu Musa aleyhissalam. Niyə görə? Allaha şükür olaraq, ibadət edib, təşəkkür olaraq. Necə Allah Teala Quranda deyir, İ'məlu ələ Davudə şükra. Ey Davudun ailəsi. Fikir verin peyğəmbərlərə, qardaşlar. Peyğəmbərlərə fikir verin. Allah deyir ki, ey Davudun ailəsi, Allah üçün şükür olaraq salih əməllər eləyin. Musa aleyhissalam da o böyük hadisədən sağ çıxır, Allah onu qoruyur, xilas eləyir. Özü elə bir əməl idi ki, qardaşlar, vallahi, fikir verin, nə Musa bilmirdi ki, Allah Teala hansı yolu açacaq onun üçün, nə də Firon bilmirdi ki, o hansı yolla çıxacaq. O dəqiq özündə fikirləşirdi ki, gedib yaxalayacaq. Musa da bilirdi, Allah Teala çıxış verəcək, amma hər ikisi bilmirdi o çıxış nə olacaq. O boyda tarixi hadisə olur. Musa aleyhissalam Allaha şükür olaraq oruçdur. İmam Hüseynin qətlini əsrlərdir qeyd eləyənlər Musa aleyhissalamın Allahın onu xilas eləməsini heç yada salmırlar. Fikir verirsiniz, hansı ki Musa aleyhissalam kimdir? Peyğəmbər sallallahu aleyhi ve sellem onun üçün nə deyir? Qardaşım deyə deyir o. Rahimallahu əxi Musa. Allah qardaşım Musaya rəhm eləsin. Ona qardaşım deyib. Peyğəmbər qardaşıdır onun. Vəhiy qardaşıdır Musa aleyhissalam. Muhammed sallallahu aleyhi ve sellemin. Elə deyil qardaşlar. Ulul əzm 5 dənə o böyük peyğəmbərdən biridir Musa aleyhissalam. Heç kim onun o xilas olduğu tarixi günü yada salmır. Fikir verirsiniz. Amma məsələn peyğəmbər olmayan Muhammed sallallahu aleyhi ve sellemin əhl-i beytindən olan Hüseyin radiyallahu anhunun qətlini dəhşətli şişirdirlər. Bu düz deyil axı, fikir ver. Bəs Peyğəmbər Musa aleyhissalam, bəs ona hörmət, ona diqqət, onun xilas olduğu gün, onun Allah'a şükür olaraq elədiyi əməli yaşamaq. Görsən, əlhəmdülillah. Bax, doğru olan budur ki, Aşura günü yada salasan o tarixi hadisəni, hansını? Musa aleyhissalamın tarixi hadisəsini. Oruç tutasan Allaha və orucluyken Allah'ı zikr eləyəsən, şükür eləyəsən, ibadətləri artırasan, Quran oxumaqla və s. Ağlamaqla, keçirməklə yox. Küçələrdə durub insanlara baxış paylamaqla elə bilməklə salih əməl eləyəsən, vallahi. Bu İslam deyil. Bu İslam deyil. İslam necə ki Muhammed sallallahu aleyhi ve sellem eləyib odur. Muhammed sallallahu aleyhi ve sellem gəlir, görür ki Mədinədə onlar tuturlar bu orucu, Aşura gün orucunu. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Bax, belə eləmək lazımdır. Vallahi, fikir verin qardaşlar. Deyir ki, siz bugün niyə oruç tutursunuz? Musanı Allah xilas eləyib, bunlar deyirlər ki, bəli. Muhammed sallallahu aleyhi ve sellem baxın, deyir ki, Ənə əhəqqu bi Musa minkum. Musa mənim qardaşımdır. Mən Musaya sizdən daha yaxınam. Və bu əməli eləməyə mən sizdən daha layiqəm. Özü oruç tutur, fəəmara bi ashabihi. Sahabələrinə əmr edir ki, bugün oruç durun. Fikir versiniz, o din belə olur. Aşura belə qeyd olunur. Aşura belə qeyd olunur. İbadətlə insanların zehnində qara parçalar, qırmızı yazılar,
sinələrində, bellərində qırmızı yazılarla, qanla həkk eləmək düzgün deyil. Necə qəribədirsə, belə adamlar bizi sərt kimi göstərirlər. Bəzən ki, onlar sərtdilər, belədilər, vahabilər, belə şiddətli və s. Biz uşağın başını yarmırıq ki, elhamdülillah. Biz onu haram sayırıq. Biz deyirik, olmaz, insan intihar eləmək olmaz. Haramdır. İnsan öz bədəninə zərər verməsi haramdır. İnsan kiminsə cəsədin yarması haramdır. Evlad, zülm edirsə ona balaca uşaqda götürüb başını belə bıçaqla çərtir ki, savabı var, indi ona görə. Uşağın başını çərtir belə xəncəllə. Qan çıxardır, deyir ki, İmam Hüseyin yolunda. Oradan çıxan bir damla qan, indi fəzilət də təyin ediblər özlərindən. Oradan çıxan bir damla qan, və aleyküm salam, dünya və içindəkilərdən xeyirlidir. Batıl şeylərdir hamısı. Vallahi batıl şeylərdir. Əlhəmdülillah, Mühərrəm ayı xeyirli aydır. Bu ayı qara əskilərlə, qara parçalarla, qırmızı həriflərlə insanlara təqdim eləmək lazımdır. Bu ayı ibadətlə, bu ay daxil olan kimi ilk yada gələn nə olur qardaşlar? Musa aleyhissalam. Bu ay daxil olan kimi ilk yada düşən Musa aleyhissalam olur. O hadisəsi adamın yadına düşür. Çəkdiyi o çətinliklər, Fironun zülmündən, zillətindən xilas olması yada düşür. Sevinirsən ki, əlhəmdülillah, Musanın aleyhissalamın sünnəsini, elədiyi bir əməli eləyəcəm mən. Allaha şükür olaraq. Əlhəmdülillah budur. Bundan sonra Mühərrəm ayında insanlara xurafatları öyrətmək, insanları küçələrə səpələmək və bunun insanlara din adı ilə təqdim eləmək yoxdur belə bir şey. İmam Hüseyin, Allah ona razı olsun, insan olub, insan, məxluq olub, yiyib, içib, qadınlarla evlənib, yer üzərində gəzib, mələk olmayıb, onun babası kimi bir vəzifəsi olmayıb, peyğəmbər olmayıb, bəli salih olub, əhl-i beytdən olub, o onun üçün xüsusi fəzilətdir. Amma ibadət olması adam deyil. Ona ibadət eləmək olmaz. Biz deyəndə ibadət deyirlər ki, hər şey siz şirk deyirsiniz, ibadət deyirsiniz. Yəni, qardaş, bunun adını nə qoyursan? Bax, bunun adı nədir? Gedirsən, İmam Hüseynin qəbrinə, əgər qəbri oradadırsa, fərz eləyək ki, oradadır. Başı deyirlər. Fərz eləyək ki, oradadır. Çağırırsan. Deyirsən ki, birbaşa ona evladı yoxdur, evlad ver. Ruzusu yoxdur, ruzusunu ver. İşlərini asanlaşdır. Hacətlər qapısı və s. Bu Allahın haqqıdır. Biz deyəndə ki, siz onları ilah götürmüsünüz. Onlara ibadət edirsiniz. Deyirsiniz ki, yox, biz sizin üçün müşrikik. Biz sizə görə müşrik sayılırıq. Yəni, sizin bu əməliniz Allahdan qeyrisinə birbaşa ibadət eləməkdir. Yaxşı, başqa bir məsələ. Niyə onların yanına gedirsiniz? Qiyamət günü Allah yanında sizə kömək eləsinlər, şəfayətçi olacaqlar. Məryəm surəsində baxın da Allah təala nə deyir? وَاتَّخَذُوا مِنْ دُونِ اللّٰهِ آلِهَةً لِيَكُونُوا لَهُمْ عِزَّةً Allahdan savayı özlərinə ilahlar, dua edəcəkləri, qəbrində gedib Allaha yaxınlaşacağı, yanında qurban kəsəcəyi kimlərisə götürüblər. Niyə? لِيَكُونُوا لَهُمْ عِزَّةً Onlar üçün Allah qatında izzət olsun, onlara kömək etsin, onlara yardım etsin, onlara şəfaət etsin deyə. Allahın cavabına baxın. Kəllə səyəkfurunə bi ibadətihim və yəkunun aleyhim diddə. Heç var. Belə olmayacaq sizin dediyiniz kimi. Əksinə, onlar kimdən ki yanına gedirsiniz, qəbirdə olanlar, İmam Hüseyin olsun, kim olursa olsun, onlar sizin ibadətinizi inkar eləyəcək və sizin əleyhinizə olacaqlar qiyamət günü. Bu da cavab. Yaxşı, özünə istəmirsiniz, özünə ibadət eləmirsiniz, sadəcə şəfaətçi kimi gedirsiniz. Allah deyir ki, yox. Səyəkfurunə bi ibadətihim. İnkar eləyəcəklər bunu. Və yəkunun aleyhim diddə. Əleyhinizə olacaqlar qiyamət günü.
Birbaşa Allah və salam qutardı. Dua Allah eləyirsən, qurban Allaha kəsirsən. Olmaz. Heç Muhammed sallallahu aleyhi ve sellemin adını da çəkməməlisən qurban kəsəndə. Olmaz demək ya Hüseyin, olmaz demək ya Əli, olmaz demək ya Fatimə, olmaz. Elə kəssən haramdır və salam. Bismillah, Allahu Akbar. Allahın adı ilə Allah ən böyüdür. Hətta İmam Hüseynin adına kəssən belə o fəzilətli insanın o əti yemək olmaz, haramdır. Niyə görə? Çünki İmam Hüseyin özü heyvan kəsəndə deyirdi ki, Bismillah, Allahın adı ilə Allahu Akbar. Allah ən böyüdür. Çünki özü bilirdi ki İmam Hüseyin, Allahdan qeyrisinin adına kəsilən nədir? Haramdır. Quran-ı Kərimdə ayələr var. Yəni onlar din yaşayıblar. Bu din deyil. Bu xurafatdır. İstəsəz də, istəməsəz də. Amma sevgiyə qalanda, əlhəmdülillah, Muhammed sallallahu aleyhi ve sellemdən başlayaraq, Əhl-i Beytin hamısını, Muhammed sallallahu aleyhi ve sellemin zövcələrinin hamısını və ondan sonra Əhl-i Beytə kim daxildir, hamısını sevirik. Əlhəmdülillah, onların yolu tək Allaha ibadət eləməyi, tövhid əhli olurlar, sünnət əhli olurlar və biz də beləyik. Başı yarmaq, gözü yarmaq, baxquş paylamaq, ki, məsələn, vafli vermək, nə bilim, su paylamaq, bunlar boş söhbətlərdir, bunlar din deyil. Bunları elə özün üçün. Bəlkə Allah sənə savab verər, o da ixlaslı olsan. O da əgər ixlaslı olsan, ixlaslı olmasan və salam. 1400 ildir və ya 1500 ildir, belə deyək. Vallahi belə əməlləri eləyənlər var ha. Hansı ki, xurafatlardır, Məhərrəm ayında. Onların heç biri sünniyə uyğun deyil. Sünniyə uyğun deyil. Hə, onlar deyirlər, məsələn, İmam Baqir əleyhissalam belə deyib, filan imam belə deyib, filan imam belə dedi, filan imam dedi ki, həcc mövsümü, həccə getməsən, Kərbalaya getsən, hər bir addım, təsəvvür elə, həcc mövsümüdür, həccə getmirsən, Kərbalaya gedirsən, Kərbalaya attığın hər bir addım, hələ, addım, dəhşətə baxın, qardaşlar. Attığın addım kamil həcc savabıdır. Təsəvvür edin, fəzilətə bax, uydururlar. Fəzilət görün, batil fəzilət. Bunların hamısını, qardaşlar, sünnən tam əksidir, vallahi. Allah Teala deyir ki, وَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَهُ هَبَاءً مَنْثُورًا. Qiyamət günü elə insanlar gələcək ki, əməlləri nə qədərdir? Böyük əməllər, dağlar boyda əməllər. Amma Allah deyir ki, onlar məhv olacaq hamısı. Göydə uçan toz nəvləri kimi. Niyə görə? Çünki Muhammed sallallahu aleyhi ve sellemin göstərdiyi kimi olmuyor. Muhammed sallallahu aleyhi ve sellemin göstərdiyi hamısı Allahın göstərdiyi kimidir. Allahın göstərdiyi kimi olmayan hər bir əməl, istəyirsən 1500 il yox, 300 min il elə. Allah qəbul eləməyəcək. Çünki Allah belə əməl deməyib. Əlhamdülillah, qardaşlar, Muharrem ayına yetişdik. Aşuranı, orucunu tutduq. Aşurada nə lazım etsə onu elədik. Allah həmd olsun. Allah hamımızdan qəbul etsin. Allah Teala bu iftar süfrəsini verən bütün qardaşlarımızın malına bərəkət versin. Kimin əziyyəti keçirsə, bişirənlər, bizə onu yedizdirənlər Allahın izni ilə, hamısından Allah razı olsun. Şükürlər olsun Allah ki, Allah Teala bizim üçün asanlaşdırdı. Bütün xeyirlər Allahdandır, xətalar hamısı bizim nəfsimizdən və şeytandandır. Aqulu ma sami'tum və əstəğfirullaha li və ləkum və lisəl muslimin min kulli dən fəstəğfiruhu innehu huvəl ğafurur rahim.